hamı ekstravert olmalıdır, çıxışlar eləməlidir, yəni danışmalıdır, məsələn, YouTube, LinkedIn falan sosial şəbəkələrdə tutmalıdır. Sadəcə demək istədiyim odur ki, kommunikasiya hadisələrindən sonra siz başlayırsınız karyerada çox ilerləməyə. Mənim fikrimcə kommunikasiya və ümumiyyətlə soft skill'ın yəqin ki 50%'dir. Biz bunu başa düşməliyik. Bu sadəcə mənim haqqımda məlumatlardır ki, deməsinlər ki, kimdir boş-boş danışır. Dediyim məsələ, yəni hansı səbəblər var, sadəcə maraqlıdır, çoxlu pul qazanmaq üçün və insanlarla ünsiyyət qurmaq, belə deyim, nisbətən problemləri başqa sahələrə baxın. Başka meseleler var, bunu ChatGPT'nin deyip biz dəqiq deyillər, sevdirik, tekniklərlə işləməyi sevdirik, biz belə deyim, insanlarla ünsiyyət qurulması əsas kompüterlə ünsiyyət quruluyor və məsələ elə var. Məsələ nə olur ki, kompüterlə o qədər çox ünsiyyət qurandan sonra insanlarla ünsiyyət biraz yaddan çıxır və mənim fikrimcə sırf bizə çatışmayan məqalardır. Bu kariyer yolu barədə PM'lər və başqa sahədə çalışanlar, üzrün sahədə, mən əsasən developerlara ayırıyorum bunu. Yəni, belə infrastructure sistemi falan. Yəni, biz başlayırıq junior kimi, sonra gelirik middle. Və sırf middle ilə senior arasındakı ən böyük və mənim fikrimcə kommunikasiyadır. Yəni, seniorun experience təcrübəsi var. Amma əlavə məsələ olur ki, nəinki problemi həll etməlisin. Amma əlavə olaraq bu problemin necə həll olunduğunu başqaları başa salmalıdır. Ya da kommunikasiya vasitəsində, ya da kiminsə artıq mentor etməlisən, öyrətməlisən məsələsi. Yəni, seniorun yolu elə kommunikasiyadan başlayır. Və bundan sonra əlbəttə ki, ya individual contributor kimi davam edirsiniz, ya da keçirsiniz management servisi. Biz təcrübələr çoxlu yüksək baxımından kifayət qədər skillə malik olmayan rəhbərlər görürük. Senior pozisyonlarda o insanlar çox çalışırlar. Dərhal istəyirsən ki, bu insanın ünsiyyətli problemi var və sən həmcə ünsiyyət qura bilmir. Komanda müdürlüyünləri bilmir. Bu, həmin komanda üçün etməməkləyidir. Yoxsa səncə... Məncə çox şey nansıdır. Əgər bir startupdırsa, həmin o CTO, hands-on CTO-dursa, ona onu bağışlamaq olur. Bu ki, scale-up oldu, artıq bu məsələ dəyişməlidir. Keçməlidir prinsipal pozisiyasına və hətta prinsipal pozisiyasında yenə də bu insan çoxlu danışmalıdır və ən azından texniki məqamlarda danışmalıdır. Ona görə də burada iki yol var. Yəni, sən ya staff engineer kimi davam edirsən, level'ları, şirkətlərdə level 1, 2, 3 qalırsan, ya da artıq keçirsən engineering manager səviyyəsinə və orada, belə deyim, mən özüm developer'dan engineering manager səviyyəsinə 2 dəfə keçmişəm. Bir dəfə Azərbaycanda, bir dəfə də Almaniyada. Və demək olar ki, bəli, mədəniyyət baxımından fərqli, əlbəttə ki, hər şey fərqli. Burada Alman dil, burası daha çox internationaldır. Amma əsas məsələ olur ki, bu tamamilə başqa sayılır. Tamamilə başqa sayılır. Yəni, engineering manager olanda biz developer dünyasından yəqin 20% özümüzlə götürürük, dağların hamısını yadına çıxarır zaman getdikcə. Və sonradan head of engineering səviyyəsində keçəndə əsas fərqləri siz artıq nəinki developerları mentor edirsiniz. Siz başlayırsınız sırf manager üzrə lider olmağa. Yəni, managerləri mentor edirsiniz və onları büyüdürsünüz. Sonraki səviyyələr isə əsasən strategiyalardan danışır. Orada artıq başqa skilllər lazımdır. Amma demək olar ki, engineering managerdən qədər keçəndən sonra sizin kommunikasiyanız artıq daha mükəmməl olur. Fikir vermişsənsə, ya böyük şirkətlərin CEO-ları, hətta CTO-ları, CMO-ların danışıq tərzləri tamamilə başladır. Mən hələ də öyrənirəm, hələ uzaq məsələdir. Amma yenə də öyrənmək lazımdır, danışmaq lazım. Mən belə deyim, IT bu hələ də birinci dəfədə Azərbaycan çıxış edir. Yəni, ingilis dilində olsaydı daha azdır var. Biliyorsun, sonra başqa bir sual olub, çıxır. Sən integer o bilgini vəzifəsində çalışırsan və sənin üstəlik canlında bir menajer var. Bəli, 3 min. Çox güman ki, onlar müxtəlif üniyyətlərin nümayəndələrini təmsil edir. Intercultural communication deyən məfhum var. Hər bir millətə məxsus bir kommunikasiya. Bu arada, bundan sonra slaydlarda danışacağım. Məhz bu prosesdə bəzən elə olur ki, mesajı verən şəxsin
öz stereotiplərindən, dediklərindən, doğru səviyyəsindən asılı olaraq onun ötürdüyü mesaj bir cür anlaşılır və istəyir mesajı qəbul edən kəs onu ayrı cür anlayır. Sən bu kimi çətinliklərlə üzləşən zaman problemi necə həll edirsən? Ben bundan sonraki slaytda sırf bu olduğunu demişim. Ve onu hazırlamışım. Evet. Bundan sonrakilerin bilmiyoruz. Evet, burada biz esas meseleleri ben yazmışam. Daha kısa bileyim bunları. Deməli, staff engineering principle'ın işi esasen yani teknik meseleleri həll etməkdir və prosesləri düzgün. Ki bundan sonra programcılar daha məsuldar olsun, daha çok qabağa geçsin, inkişaf etsin vesaire. Yani benim fikrimce staff ve principal engineer'in esas işi olur ki programcılar büyüsün, sırf programcı kimi büyüsünler. Sırf tekniki bakımından büyüsünler ve komandalarda prosesler daha yaxşı olsun. Komandalar arasında tekniki alignment daha yaxşı olsun. Bence o manager yani principal Benim fikrimce principal bir taraftan manager. Ama teknik manager. yani ben misal için principal anladım onu. Bilmem ne bunlar önce biz aslında aldık. Burada bizde esas bir kere başlıyor. Esas bir kere o ki nerede seniority level forecast yani ki bundan misal için 6 ay bundan sonra hansı problemler yani çıkacak sistemin karşısında, insanların sistemin karşısında. O problemler için biz hazır olduk. Yani ne kadar sen seniority verirsen artık 6 yıl yerine mesela 6 ay yerine 2 yıl salmıştık. Yani ki adi belki de yaşam teknolojisinin arasında onların o zone dediği planning horizon, change horizon. Yani ki sen o değişme kütübün göstermek ki 6 ay minimum. Sende staff başlayır, ardından eğer sen 2 yıl yapma çaktırabilirsense o artık sen principal yapıyorsun. Yani ki eğer sen ondan, o Amazon'da da metal gibi. Yani ki onlar da değil, misal için onların Her şey gelip çatır planlaştırma denkliğine. tek planlaştırma yok. Yani ki bunların yapıyordu halde geleceğe bugüne yavaş yavaş getirmeydi. Yani ki öldü. Ve onlar kalkmazdı ki orada insanların hazır olmaması. Onların meselesi değil. Ama misal eğer biz görürüz ki 2 yıldan tanıtacağımız kadınlar devamlı çadırlar ve ki bizde sınıf tartışmırsa sen artık onu demezsen engineering manager'e çünkü onlar artık o mesela götürmeler, bütçe yaratmalılar, learning'ler azmermalıdır. Ben engineering manager. Ben 3 yıl arasında engineering manager olmuşam ve esas mesele nedir? Bir gün mitingler yapmam ve mitingler sonra yavaş yavaş azaltmak necəsə problemleri həll etmək, yəni elə məqamlar olur ki, proqramçılar daha derin gelir bir iş yapmağı, yani daha derine gelirler ve manager işi olur ki daha from bird eye view yani daha büyük bir şekli görmelidirler ki bu problemleri halletsinler. Komandalar arasındaki ünsiyeti, yani hansı proqramçı hardasa bir işi, sen onunla danışırsan, deyirsən ki, sən ümumiyyətlə bu lazımdır, çıxasan bu sayədə, keçirdə başqaları yəni deyirsən. O ki, sırf burada biz vaxt itirik. Yəni biz belə fikirləşməliyik ki, biz daha çox komanda kimi məsul olaraq olaq. Ayrı insanlar kimi. Sırf bu komandanın idarəsini eləyəcəyik buna görə. Əlbəttə ki, daha etraflı danışmaq olardı, amma vaxtımız mövcud. Artıq səviyyə xedləri və bilgi seçiyor səviyyəsində çatanda biz daha çox danışmağa başlayırıq. Əlbəttə ki, yəni mitinglərdə daha da çox oturuyoruz və orada bizim işimiz strategiyadır. Artıq biz deyirik ki, misal üçün kimsə gəlib ki, biz yeni bir proqramlaşdırma dilimiz var və yeni versiya keçmək istəyirik. Bu yeni versiya süperdir, lap yaxşı, əla. Amma biz fikirləşmişik ki, biz bütün hər şeyi miqrasiya etməliyik. Biz fikirləşməliyik ki, biz bir il ərzində bizim resurslarımız çatacaqmı development etməyə, yəni dəyərmi onu elde etməyə. Sırf bəlkə gələn resursları alandan sonra daha çox proqramçılar işə götürülməsi bunu edəcək. Yəni bu sadəcə bir balaca misaldır. Əslində misallar çoxdur. Və dediyim kimi artıq menecerləri mentor etmək lazımdır. Menecerləri mentor etmək isə tamamilə başqa işdir.
developer'dan fərqli olaraq, yəni manager mentor demək artıq siz bildim, kommunikasiyanı düzəldirsiniz. Artıq siz həmin menecerlə işçilər arası problemlər olanda qarışıb baxmalısınız ki, problem sırf işçidədir, yoxsa menecerlərdir və bu məsələləri necə həll edəcəksiniz. Yəni daha dərinə gedir. Və sonradan da dediyim məsələ, əgər şirkətin səhmləri satılırsa, rəqibətlər varsa, siz onları da çox düşünürsünüz. Çünki hər etdiyiniz hərəkət gedib xəbərlərə çıxa bilər, hər hansı bir məsələlərə çıxa bilər və o sizin IPO-nuza təsir göstərir. Bunu da düşünmək lazımdır. Bəli, kommunikasiyaya aid təcrübələrim haqqında mən çalışacağım biraz qısa olaraq danışım. 2 dənə mövzu var. Birinci mövzu elə innovasiya və biznes balasıdır. Mən engineering manager olanda mənim bir proqramçı oldu. Çox məhsullar və yaxşı proqramçı idi. Alman dövlətində başqa ölkəyə gəlmişdi. Və o biraz belə uşaq fikirləri var idi onun. Yəni yaxşı fikirlərdir. Yəni o mən demirəm ki, bu çox gözəl bir məsələdir. Həmişə yeni texnologiya və try etmək istəyir. İstəyirdi ki, LinkedIn profilində bütün texnologiyaların siyasi olsun. Bir dənə Zoho olsun. Və nəticədə problem elə o idi ki, hər dəfə gəlir deyirdim ki, falan POC düzəltmək lazımdır. 2 həftəyə, 3 həftəyə hər hansı bir proof of concept düzəltmək lazımdır. O gəlib deyirdi ki, mən yeni texnologiya tapmışam, onu da düzəltəcəm. Yeni bir framework çıxıb, mən onu işləyəcəm, onu görəcəm. Və 1, 2, 3 dəfə nəsə elədi, alındı, sonra məndən öncə etmişdi bir neçə layihəni, sonra o layihəni support eləmək olmurdu, çünki həmin stackdə bizim proqramçımız yox idi. Sonra həmin stackə yeni proqramçı götürməyi də mənasız idi, yəni çox belə problemlər yaratmışdı və mən məsələni necə həll etmişdim. Bir dəfə Architectural Decision Record'da, yəni ADR meetingində məsələ ondan gelirdi ki, biz hansı bir POC düzəltməliydik, amma harzı yanvar ayıydı. Dedi, 2 həftə bir POC düzəltdik və harzısa Mart ayının axırına kimi bir dənə balaca bir MVP. Bu eSports Twitch'in Twitch'dən gələn translasiyaları Python'da oxumaq lazımdır. O dedi ki, mən tanıdığım bir dənə qəşəng framework var, o ilə işləyəcəm və Django ilə nəsə etmək istəyirdi, heç lazımsa yerdə və s. və s. Mən ona demədim ki, yox. Çünki mən bilirdim ki, mən ona yox desəm, o adam daha çox belə romantik proqramçıdır. O deyəcəkdir ki, mən çıxıb gedirəm, həvəsdən düşürəm və işdən çıxacam. Mən isə o adamı itirmək istəmirəm. Məsələn, necə həll edirəm? Mən sadəcə ona dedim ki, əvvəl biraz düşündüm. Birinci dəfə belə slightly inandım ona. Gördüm ki, ürəyinədir. Yəni, nəsə hal var. Bu halı həll eləmək üçün mən ona sadəcə növbəti ideyada dedim ki, sən bunu 2 həftə ərzində düzəl. Əgər hər şey yaxşı gedəcəksə, ondan sonra dokumentasiyanı yazacaqsan və başqa proqramçılara treyninq keçirəcəksən, hardasa 1 həftə ərzində. Və hardasa 1 aydan sonra biz başlayacaq MVP-yə. O razılaşdı, həvəslə başladı işləməyə. Bütün işlərdən onu saxladım, sadəcə bu işlə məşğul oldu. 2 həftədən sonra mənə yazır ki, bağışda alınmadı məndə. Fikirləşirəm ki, mən dediyim sırf bu məsələ 2 həftəyə yox, 2 aya ancaq POC bitəcək. Bununla mən nə oldu? Birincisi, mən proqramçını saxladım. İkincisi, həvəsi də qalıb, yəni məhsullar qalacaq, düzdür. Üçüncü məsələ, bir dənə itirdiyim nə idi? Həmin bahalı proqramçının 2 həftəsidir. Amma mən onu öz menecmentimə çatdırdım ki, belə bir məsələ olub, belə bir həll elədim və mənim menecerimi çox gözəl qarşıladım, onu deyir ki, çox gözəl. Yəni, İndi eyni şey başlasaydı, nəyi fərqli idi? Bu mənim interview sualım. Bəlkə də başqa bir gəlir, amma interviewdən başqası. Bu isə Demonstrasyon aslında həmin kənddə zaman çərçivəsi, eksperiment bir zaman çərçivəsi idi və Agile metodologiya var, eksperiment məsələ elə ondadır ki, başqası təkrar edir və mən bilirdim ki, bu adam bunun 2 həftəyə, bəlkə 1 həftəyə hamısını yapılır. Yəni, biz burada eksperiment edə bilərdik, amma sırf eksperimentə zamanımız yox idi. Ona məcbur elədik. Deməli, developer və qanun. Məsələ nə? Eyni komandada 2 dənə proqramçı arasında klassikdir. Məsələn, kod review'da biri başqasına yazdı ki, you do everything wrong, I don't like it, here's the link how to do so. Bəli, Stack Overflow deyil, yox, hansısa bir best practices nəsə bir website deyil. Məsələn, onda ki, orada bir framework var və həmin frameworkdan hazır library var. Bu adam isə library'ni sıfırdan yazdı. Emin olmaq ki, həm daha ağır oldu, həm də pis oldu və s. Və
Mən artıq idmana girmişdim, cümlə ilə məşğul idim. Saat 7 idi axşam və görürəm ki, telefonda Slack dağılır. Slack'da nəsə problem var. Yəni 20 dənə 30 dənə mesaj gəlir mənə, notification. Məni də notis edirlər. Baxıram ki, 2 nəfər başlayırlar Slack'da danışmağa. Bizdə avtomatik bir channel var, ora problem kommentlər ora gəlir. Orada başlayırlar danışmağa. İkisi də biri İranlı, biri Türkistan olmuşdu. Nəsə aralarında eləmişdi. Mən nə edirdim? Mən onlara sadəcə dedim ki, zəng eləmək istəyirəm də dedim ki, hər şey yandırıb sabah danışacağıq. Hər şey bağlı. Bütün Slack'da mesajları sildim orada həmin chatdan ki, bu söhbət olmasın. Səhərsi günü mən sadəcə biri ilə danışdım. Hansını ki, necə gəlir, söyləyirlər kommentlərdə. O ilə danışdım, sonra başqası ilə danışdım. Nəticə nə idi? Bir adam sadəcə deyib ki, mən boşluyam, mənə də belə you do all wrong yazsınlar. Bu normaldır. Bizim ölkədə belədir. Biz belə danışırıq. Mən ömür boyu belə işləmişəm. 15 il proqramçıyam, hər şey bilirəm, amma yaşlıyım. Hansı ülkeydi o? Tunis. O birisi də İranlı qardaş dedi ki, mənə belə şey yazmazlar, nə deyim falan falan falan. Mən sadəcə birinə dedim ki, belə eləmək olmaz falan, belə sadə dedi. O birisi isə başa saldım ki, əgər bu səni toxunursa, deməli nəsə səndə də problem var. Yəni sən onu yola verməliydin məsələn. Yəni böyük adamsın, uşaq deyilsən. Sən necə deyim, sənə o hal doymalı, çünki sən özündən razı olmadın, görüşünü bilən adamsın, düzdür? Sonra nə oldu? Mən 2 dənə session keçirdim həmin komanda üçün. Bizdə 5-ci günlər fireside meetinglər var, özüm eləmişdim. 1 saatlıq danışırıq, yeni texnoloji görüşüm var idi. Həmin sessiyada biz danışırdıq nədən? Conventional commits barədə yazdım bir meetinglərdə ki, conventional commits nədir? Sadəcə düzgün commit mesajlar yazılmaq üçün düzgün formatda yazılmaq barədə. Amma ora əlavə olaraq sırf code review commentlər üçün bir best practice ilə var. Çoxlar, belə bir qayda qanun var, bu qaydadan kimsə çıxırsa, sadəcə almanlar demişlər, məlumat. Və yavaş-yavaş həmin komandada problemlər sırf bir olurması aslında. Bundan sonra dolaşımda və həmin 2 nəfər elə mübarizədə edir. İndi isə Radical Candle barədə danışırım. Aranızda Radical Candle barədə bilən varmı? Yəni neçə nəfər var? Deməli, yəqin ki, feedback sandwich barədə daha çox önemli. Yəni, feedback verəndə sandwich feedback, yəni əvvəl deyirsən ki, nəsə yaxşı bir şey deyirsən ki, çox gözəl ki, bu işi gördüm. İkinci məsələləri deyirsən ki, falan şeyi daha yaxşı eləsən, daha yaxşı olardı və üçüncü məsələləri yenə də onun hansısa bir yaxşı tərəfini düzəldirsən. Amma bu sandwich artıq hamı başa düşür. Kimsə başlayanda ki, nə gözəl ki, sən falan işi gördün, gözləyirlər ki, negativ feedback gələcək. Çox adamlar tutur. Və feedback baxımından mənim fikrimcə şirkətlərdə sırf bu geri dönüş hər yerdə olmalıdır. Və geri dönüş nəinki müdürdən işçiyə, həm də işçidən müdürə də gəlməlidir. Yəni bu yearly surveydən başqa insanlar bir-birindən də feedback verməlidir və yuxarıda başarılıdır. Və Radical Candle nədir? Radical Candle sadəcə feedback verməyin daha gözəl yoludur. Deməli, 4 dənə burada state var. Ignorance'dır, yəni heç kimin vecinə deyil, kimsə nəysə, misal üçün, mən indi danışıram və mənim dişimin arasında yemək var, misal üçün, şəkər bulaymışım. Və bu barədə mənə ən yaxın dostum onu deyəcək, 100%, düzdür? Çünki mənim yaxın dostum cares person, mənim fikrini düşünür, bir də dərk olmayadır, açıq olaraq mən anlatırım. Və Venus empathy nədir? Yəni, sən sadəcə heç kimlə dalaşmaq istəmirsən, və tutursan, işdən bilmirsən. Və sonradan işdən özün çıxıb gelirsən və ya işçilər çıxıb gelirsən. Manipulative insan sizə olur ki, kimisə dalınca danışırsan, deyirsən ki, falan kəş danışa bilmir, heç bir şey yox. Qeybət falan. Bunlar hamısı manipulative insan. Emotion aggression isə kimi sözdə qışqırma. Azərbaycan imidir style, yəni gəlirsən, başlayırsan qışqırmaq. Ya bu işi niyə görmədin, sən belə cəmaatın içində falan məsələ. Bu emotion aggression. Yəni orada bir dənə məsələ var ki, progress ola bilər. Mühüm sözdən qışqırsan, progress ola bilər. Ola bilsin bu işləyə bilməsi gələcək. Sadəcə defensive məsələsi də var. Yəni deyəcəksən ki, falan şey düz eləmirsən. Yox, mən yaxşıyam, mən bunlayam, bir məsələ yox. Yəni bu məsələ də var. Və growth, yəni biz nə zaman böyüyürük? Sadəcə radical candle. Radical candle olur ki, mən həm bu adamı düşünürəm, həm də ona feedback verirəm. Deyirəm, mən onun üçün deyirəm ki, bu insana yaxşı olsun gələcəkdə. Və
ona görə good intention məsələsi, yəni komandada hamı düşünməlidir ki, kimsə feedback verirsə, o sənin yedinə qalır. O istəyir ki, sən inkişaf edirsən, daha çox qabağa gedirsən. Və mənim fikrimcə Radical Candor çox gözəl bir şeydir. Bu barədə kitab var. Amma sizə deyim, kitabı mən 2-3 dəfə oxumuşam. Axırda belə deyim, indi danışdığım kitabın 90%-ni bağlayır. Və YouTube'da belə qısa 10 dəqiqəlik videolara baxsınız kifayətdir. Kitab oxumağa dəyməz. Bir dənə də məsələ var idi danışacağım, bu daha texnik məsələ. Deməli, sizcə bu arada Nasıl olsun? Sansör işareti. Sizcə hansı şəhər? Azərbaycan. Şəhər. Şəhər bursa, maşınların sağ olmasından görə gəlirlər var ki, bu başlayır. Bəli, Bakı şəhəri. Davam edək. Abşeron yarımadası. Bu görsüz adına yerləşir, bu ürək olan yerlər. Hələ də başa düşmüşsün adını. Azərbaycan alınmaqda yollar belə tutdu. Növbəti bu Bayıl evi. Bayıldakı bir məhəl. Və sizə indi göstərdiyim əslində bir siforun nümayəndəsidir. Bu sifor partlayıcı maddədən getmiş sırada. Sifor sırf dokumentasiyaya danışıram. Və texniki dokumentasiyaya necə çalışır. Yəni siz ya hər hansı bir diaqram çəkirsiniz adi formada. Ya da siz bir neçə level, bir neçə səviyyəni göstərirsiniz. Və siz, misal üçün, mən indi sizə bundan öncə göstərdiyim şəkil isə bu məhlən şəklidir. Bu hansısa kodun bir hissəsidir. Əgər proqramçıya hansı bir işdən başa çıxır və həmin koddan başa çıxır bu adam, ona həmin o hissəni göstərsəniz, o başa düşmür ki, bu kodun hansı tərəfidir, hansı domenindir, hardayam, nə baş verir və s. Heç nə başa düşmür. Lakin siz oradan zoom out edəndə başa düşürsünüz ki, bu hansı folderdadır, hansı strukturdadır, DDD varsa, hansı domendədir və s. və s. Və sifor dokumentasiyası sırf bunun üçün qurulub ki, siz bu 4 səviyyəni göstərə bilərsiniz. Bu, misal üçün, L1 səviyyəsidir. Yəni, L1 səviyyəsində biz bütün ölkəni görürük, dünyanın görürük. Misal üçün, mən istifadəçiyəm, mən sayta daxil olum, düzdür. Mən heç bir detalları göstərmirəm, sadəcə dəqiq bir elementləri göstərdim. Misal üçün, bu girişdir, bu çıxışdır, orada məlumat götürülür, orada məlumat qayıdır. Sadəcə sadə bir formatdır. Bu L1-dir. L2 necə gedir? Siz daha dərin artıq konteynerləri göstərirsiniz, daxilində bütün elementləri göstərirsiniz və s. L3-də siz artıq keçirsiniz daha çox klasslara və inheritance falan səviyyəsinə və L4-də artıq kodun özünə daxil edirsiniz. Yox. Aha, yəni göstərdiyim məsələ elə bu. Yəni bu domen dedikləri ola bilsin ki, ayrı göstərilə bilər. Bu isə siforun nümayəndəsidir. Nümayəndəsidir. İstifadəçi daxil olur. Qalan formatlar, backend formatlar çox sadə formatlar. Mən misal üçün indiki çalışdığım şirkətdə cəmi 2 ayda çalışıram. İlk növbədə nə elədim? Hər mitinglər, hər one-on-one mitinglər elədim. Bütün insanlar hamından soruşurlar. Sənin fikrin necə? Bizim biznes necə çalışır? Flow nədir? Başdan axıra kimi. Proqramçılar başlayırlar kod barədə danışmağa. PM'lər başlayırlar daha biznes tərəfə keçməyə, daha çox biznes tərəfə keçməyə. Başqa engineering managerlər başqa şeylər. Beləliklə mən bir dənə böyük bir şəkil yığdım və bir dənə böyük diaqram çəkdim. Hazırda şirkətlər bu diaqramı əsas diaqram kəsləri var. Mən engineering managerlərin köməyində istədim, yəni onlar mənim üçün bəzi şeyləri çəkdilər. Və nəticədə bir dənə böyük bir şəkili görə bildim. Və mənim onboardingim elə bir ay yarımda bitdi. Əsas bir məsələ bu. Imposter var idi. Imposter sindromu var idi. Mən fikirləşirdim ki, məndən hardasa 25-30 sənə görürəm ki, bax, biraz məhduddur. Imposter sindromu yəni bilirsiniz. Məsələn, hansısa bir vəzifəyə qalxırsınız və həmin vəzifədə başa düşürsünüz ki, yəni fikirləşirsiniz ki, siz bu vəzifəyə qalxmamalısınız, bu vəzifədə oturmursunuz, yəni bu səviyyə çatmamısınız. Belə bir fikirlər gəlir çox zaman. Məsəl üçün, birinci dəfə menecer olanda işlə gəl, mən artıq menecerəm, bundan qabaq komanda yoldaşlarım olur, benim onları götürəyəm. Yəni bu düşüncə hamıda olur ki, bəlkə mən layiq deyiləm, çəkə biləcəm məsələ var. Və burada məsləhət verə bilərəm, hansı məsləhətlər verə bilərəm? Çalışın, belə deyim, hər şey self-confidence-dən, yəni özünə güvəndən başlayır və özünə güvən bilikdən sonra başlayır.
Bilgiləri əldə edəndən sonra özünə güvəndə atmağa başlayır. Yavaş-yavaş yəni siz daha çox öyrənirsiniz, daha çox misal üçün kitablar oxuyursunuz, menecer haqqında, videolara baxırsınız və yavaş-yavaş getdikcə alınır. Və əsas məsələ məncə menecerin əsas işi odur ki, siz dərinə yox, daha yuxarıdan hər şeyi başa düşməlisiniz. Bütün komandaların nə iş gördüyünü barədə, domen knowledge barədə, texniki ilə domeni, texniki biliklərin domen bilikləri birləşdirməlisiniz. Mənim fikrimcə sırf bunları biləndən sonra menecer kimi imposter sindromu yavaş-yavaş sizi tərk etmişdir. Və iş həyatı nəyi öyrədik? Yəni, hətta proqramçı üçün kod yazmaq sadəcə bir implementasiyadır və düşünməyə daha çox başlayır. Daha çox düşünməyə lazımdır. Rusların bir dərsi var, sevməsi, feyləməsi. Proqramlaşdırmada da eynidir. Sizin etdiyiniz səhər heç bilmirsiniz ki, şirkətdən neçə başa gələcəyiniz şey var. Uzaq gömündə. Bu arada bir son bir söz var, güzel söz. Bəli. Çox sağ olun. Bəli, və ən böyük skill, ən güclü skill tez qavramaq. Tez qavramaq və başqalara bu skilli öyrədir. Beləliklə bu qədər. Mən İndi mən də əlaqə saxlamaq üçün gördüyünüz ifadə edə bilərsiniz. Təşəkkür edirəm. Sual var. Bəli, buyurun. Network engineerdir. Sən biri feedback verəndə ona elə olub bu ki, başa düşməlisən nə deməkdir. Yəni başqa mədəniyyətdən gəlir. Məsələn, o bayaq dedicə İranlı ilə tutmuşdu. Bir-birinə başlamır. Onda yəni ki, bir-birini əslində pisləmək istəmirlər. Sadəcə başqa mədəniyyətdə olduqlarına görə bir-birini pis başa düşürlər əslində. Sizdə elə bir şey olubmu? Yəni siz Azərbaycanlı olaraq biri gəlib sizə anlamadığınız dildə sizə feedback verir. Təbii ki, sənin sualı var əlavə olaraq bunu demək istəyirəm ki, bu mədəniyyətə arası mütləqlər fəaliz bir nümunədir. Çünki iki fərqli mədəniyyətin daşıyıcısı öz aralarında hər hansı bir spor barəməsində, oradan hər hansı bir kişinin ayrılığına gəlirlərsə, fikir çözmək üçün sən nə edirsən? Bu, məsələn, bir cür qurulması olmaraq, fərqli qəbul olması. Mən sadəcə bu insanlarla ayrıca danışdım və onlara bir neçə sual verdik. Sırf onlar nə demək istədiyini bu sözlə, nə demək istədiyini başa düşməyə çalışırlar. Və ondan sonra həmin iki adamla bir günə 10 sayt olsa daha yaxşı olar. Sadəcə oturub və söhbət edib. Mən onlara deyirəm ki, filan kəs yox, bunu nəzərdə tutur. Və eyni cürdə vaxt bitirir. Mənə nəticədə elə çıxır ki, onlar bir-birinə pis şey istəmirlər, sadəcə bir şeyin səhv başa düşür. Və belə bir şey deyim ki, burada sırf Almaniyaya gələn adamların əsasən Avropa, qeyri-Avropa ölkələrindən gələn adamların daha çox şey olur. Çünki başqa mədəniyyətdir və 2-3 ildən sonra hər şey düzəlir. 2-3 il burada qalandan sonra bu problemlər onların artırılır. Səncə, hər hansı bir kimi idarə edən zaman team charter kimi bir dəyərlər topusu, dəyərlər, kommunikasiya dəyərlər sistemiyle formalaşdırmaq mümkündürmü? Belki bu cür problemləri qarşılamaq. Hər zaman bu cür problemlər yarandığı zaman istinad nöqtəsi olsun. Məsələn, ondadır ki, çox olmayan problemlər. Yəni, olsa, mənim buradakı üzrün karyeramın adresi 6 ildir, 6 il məkiddaşı ildir və bu illər ərzində cəmi 1 ya 2 dəfə belə bir şey olub. Mənə qarşı olub, yəni bu suala cavab verir. Mənə qarşı olub, bir dəfə olub ki, sadəcə Scrum meeting, planning meeting idi və orada kimsə, hamı 13 story point seçəndən sonra bir dəfə 5 il elədi. Mən sadəcə gülümsələdim və başqa şeyə gülümsələdim. Ümumiyyətlə, mənə mesaj gəldi, gülümsələdi videoda. Bu insan onu təhqir kimi başa düşdü ki, mən ona gülürəm. Yəni, belə bir məqam olmuşdu. O Argentina'dan gəlmişdi. Özür dilerim, məndən bəlkə 20 yaş yaşlıydı. Başlayıb, belə. Mən sadəcə ignore elədim, heç nə şey demədim. Çünki əgər sənə məsələn toxunursa, bağışla, gəl mitingdən sonra let's take it off. Mitingdən sonra danışdıq. Danışdıq, o deyir ki, mən heç pis şey fikirləşmirdim, nə bilim, bəlkə gülürsən, nə bilim, bir əsəbi idi, bir yoldaşımla danışmışam, nə bilim, mən belə danışdım. Ondan sonra da başa düşdük ki, heç bir problem yoxdur. Və bir məqam oldu ki, o insan mənim az qala həyatını bahsediyorsun. Zaten sual var.
Sizin dərsiniz əsasında kod review-lərində this job is not ideal. Nədə baxırsınız? This job is not ideal. Or this is not ideal. Soruşacağım